18-ci suala baxalım. Verilən cümlədə hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş, biçincilərin oraqları cingildəyirdi. Deməli, fikir verən gəlin belə baxaq, rahat formada baxaq. 1-lə 2-yə baxaq. Cib dəsmalları. Cib sözü dəsmal sözünü izah edir, deməli sintaktik əlaqə var. Sonra B variantına baxaq. 8-lə 9 oraqları cingildəyirdi. Bilirik ki, biçincilərin oraqları mübtədə, cingildəyirdisə xəbər olacaq. Ona görə də bu yəni mübtədə xəbərlə əlaqəyə girəcək deyə B variantını çıxırıq. 4-lə 6 düyünləyib keçirmiş. Bilirik ki, bu tərəf keçirmiş ifadə feili sifəti ilə əlaqəyə girəcək deyə, ona görə tərkibdir deyə aiddir. Yəni sintaktik əlaqəyə girəcək. 2-lə 3 dəsmalların uclarını demişdik ki, 3-cü nöqtənin sözləşməsi arasında zaten əlaqə olur. Deməli, cavabımız qalır 2-lə 5. Dəsmallarının başlarına ifadəsi bir-biri ilə heç vaxt əlaqəyə girmir və nə söz birləşməsinin tərəfləri olmadığı üçün və yaxud da cümlə üzvləri kimi ayrı-ayrılıqda iştirak edib bir-biri ilə əlaqəyə girə bilmədiyi üçün ona görə biz 2-lə 5-i götürəcəyik.